Allah Taala elə bir sistem qurub ki, kimsə deyə bilməz ki, ay Allah, niyə Adəmi cənnətdən çıxartdın? Mən cənnəti Adəm əleyhissalama vermişdim. Bir ağac. Adəm əleyhissalamın ona ehtiyacı yox idi ki. Sizin də dünyada bir çox şeylərə ehtiyacınız yoxdur ki. Siz yalandan ehtiyac qondarırsınız, şuur altına onu yeridirsiniz, vərdişə çevirirsiniz, mələkə olur, xislət olur, fəsl-i müqəvvim olur, səni təşkil edən bir parça olur, sonra deyirsən bunu günahsız yaşaya bilmərəm. Sənin bu günaha ehtiyacın yox idi ki. Sən uşaqlıqda atan, əmin, dayın səni zorla içki içdirəndə, sən nədən qaytarırdı onu? Sigareti başlayanda sənin ağciyərin qaytarırdı onu, sən məcbur elədin. İllərlə onu öyrəşdirdin o qidalanmağa. İndi deyirsən ki, necə tərk edin? Nəyi necə tərk edəsən? Sən eləmirsən bu sənin ehtiyacın deyildi ki.